Bugün Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. Lake Hotel restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində həyatını itirib. İlkin məlumata görə onlar restorandan başqa bir yerə hündür metal nərdivan daşıyırlarmış və hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Azərişıqdan bildirilib ki, hadisə baş verən həmin 35 kilovoltluq özəl xətt 2007-ci ildə istifadəyə verilib. Həmin yüksək gərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün Azərişıq ASC-nin balansında deyil. Qeyd edək ki, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Təbibdən verilən məlumata görə bugün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyan vurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb. Saat 12-də təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb. Təcili tibbi yardım briqadası tərəfindən kişi cinsli 4 nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Məlumatda bildirilir ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu Xırdalan Binəqədi şosesinin 4-cü kilometrində yerləşən Lake Hotelin işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltaz Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan otelin qarşısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü, yəni əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.